En çok gelen suallardan biri də hazırda bazarda və gələcəkdə gözlənilən vakansiyalar, IT vakansiyaları, hansı istiqamətlərdə daha çox tələb var. Sözsüz ki, bunların başında gəlir kiber təhlükəsizlik, SOC analitikadır, red teamdir, blue teamdir. Yəni bunu biraz daha açım. Qoruyan tərəfdir, atak edib yoxlayan tərəfdir və s. Amma bunları da bilmək üçün ilk öncə IT-nin əsaslarını bilmək lazımdır. Yəni sən hansı istiqamət seçirsən seç, fərqi yoxdur. Bax bunlara ehtiyac var. Özünüz də girib LinkedIn-də və ya digər platformalarda iş elanlarına baxsaz görəcəksiniz ki, ən çox ehtiyac duyulan kiber təhlükəsizlik və get-gedə daha da çox artacaq. Ondan sonra ehtiyac var virtualizasiyanı bilənlərə. Baxın, belə bir fərq deyim də sizə. Tutaq ki, ənənəvi şəbəkəni bilən minlərlə adam var bazarda. Və adam çox olduğu üçün də, mütəxəssis çox olduğu üçün də rəqabət də aşırı böyükdür və siz orada iş tapmaq şansınız çox aşağı düşür. Amma yox, tutaq ki, ənənəvi sistemi bilənlərin minlərlə əməkdaş var və onların da içində çox yaxşı profesional, işini çox gözəl bilən insanlar var deyə o rəqabət mühitində iş tapmaq, normal iş tapmaq çox çətindir. Amma siz ehtiyac olub, amma ortada mütəxəssis olmayan sahələrə yönəlsəz, daha başarılı olarsınız. Misal üçün elə götürək virtualizasiyanı. Yəni hazırda elan versək virtualizasiya üçün maksimum 3 dənə 5 dənə CV gələcək. İş elanı versək. Amma yox, biz elan versək sysadmin üçün bəlkə bir yalan olmasa bir 200-300 CV bəlkə də elə həmin gün gələcək. Yəni artıq buradan alınır və onun təbii ki bazar dəyəri də yüksək olacaq. Halbuki elə həmin o sistem administratorluğunun bugünkü gündə daha belə deyək də bir üst səviyyəsidir həmin virtualizasiya. Eyni şeydir, sadəcə bu virtual formadadır. Yəni məsləhət görürəm ki, iş seçimində, daha doğrusu gələcək ixtisas seçimində bu şeylərə diqqət edin ki, sonra işsiz qalmayasınız.